Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli liderliyi ilə ölkəmiz son illərdə tarixi hədəflərinə nail olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə ilə Azərbaycan torpaqlarını işğaldan azad etdi və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu yalnız hərbi zəfər deyil, həm də 10 illiklərlə davam edən ədalətsiz işğalın sona çatdırılması idi. Müharibə başa çatsa da diplomatik olaraq haqq savaşı davam edirdi. Qələbədən sonra Prezident İlham Əliyev strateji addımlar ataraq mövcud reallığı möhkəmləndirdi. Qisas əməliyyatı da daxil olmaqla bir sıra lokal hərbi əməliyyatlar keçirildi. Ermənistan ordusunun qalıqları və bir sıra qeyri-qanuni dəstələr zərərsizləşdirildi. Laçında qurulan sərhəd keçid məntəqəsi isə Azərbaycanın dövlət sərhədlərinə tam nəzarətini təmin etdi. Lakin Prezident İlham Əliyev təkcə müharibədə qalib gəlməklə kifayətlənmədi. O, eyni zamanda sülh gündəliyinin banisi oldu. Bir müddət ölkəmizə qarşı siyasi təzyiqlər, saxta ittihamlar, diplomatik təxribatlar həyata keçirildi. Xüsusilə ABŞ-nin Biden administrasiyası, Fransa prezidenti Macronun addımları və digər qərb mərkəzləri danışıqlara öz gündəliklərini sırmağa cəhd etdilər. Lakin bütün bu cəhdlər nəticəsiz qaldı. Tarixi dönüş nöqtəsi isə 8 avqust Prezident Donald Trumpın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən görüşdə oldu. Hakimiyyətə gələcəyi dövrdə dünya ölkələrinə sülh gətirəcəyini bildirən Donald Trump illərdir münaqişə yaşayan bir sıra ölkələrdə sülhün bərpa olmasına nail oldu. Trump administrasiyası açıq şəkildə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına dəstək verdi. Azərbaycanın legitim maraqlarını tanıdı və prosesin real nəticə ilə başa çatmasına şərait yaratdı. Onun liderliyi ilə aparılan diplomatik xətt Ermənistanın bütün bəhanələrini aradan qaldırdı və danışıqları final mərhələsinə gətirdi. Qlobal miqyaslı problemlərin həllinə töhfə verə biləcək liderlərin sayı olduqca məhduddur. Və belə prezidentlər sırasında Amerika Birləşmiş Ştatlarının dövlət başçısı Donald Trump müstəsna rola və çəkiyə malikdir. Məhz onun prezidentliyi dövründə təxminən 6-7 ay ərzində həm Asiyada, həm də Afrikada bir çox ən mürəkkəb problemlər, təhlükəsizlik problemləri öz həllini tapıb. Eyni zamanda Birləşmiş Ştatların prezidenti Donald Trump Cənubi Qafqazda sülh prosesinə çox ciddi töhfələr vermək potensialını ortaya qoydu. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump prezident seçkilərindən öncə bütün dünyada sülhün bərqərar olunacağına səy göstərəcəyini bildirmişdi və hesab edirəm ki, onun fəaliyyətinin 6 ayı ərzində bu məqsədlərə nail olmuşdur. Çünki Hindistan, Pakistan, İran, İsrail, Tayland, Kamboca, Azərbaycan, Ermənistan arasında sülhün əldə olunması üçün mühüm addımlar atılmışdır. Digər tərəfdən hətta Rusiya-Ukrayna müharibəsinin nizamlanması üçün Alyaskada çox mühüm görüşün keçirilməsi gözlənilir. Tarixi görüş kimi yadda qalacaq. Vaşinqtonda imzalanan birgə bəyannamə Azərbaycanın növbəti tarixi qələbəsi oldu. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi. Minsk qrupunun ləğvi üçün birgə məktub imzalandı. Ermənistan öz konstitusiyasında ərazi iddialarını ehtiva edən müddanı çıxarmağa razı oldu. Halbuki bu məsələni illərdir daxili iş kimi təqdim edirdi. Prezident İlham Əliyevin illərdir vurğuladığı Zəngəzur dəhlizi məsələsi də Vaşinqton görüşündə həllini tapdı. Birləşmiş Ştatların prezidenti cənab Donald Trumpın Azərbaycan prezidenti cənab İlham Əliyevə çox böyük etimadı var, çox böyük hörməti var və bu onda öz ifadəsini tapdı ki, Donald Trump Azərbaycan prezidenti cənab İlham Əliyevə xitabən söylər ki, siz güclü lidersiniz, siz ağıllı lidersiniz və məhz Ağ Evin rəmzi açarını Azərbaycan prezidentinə təqdim etməsi bu hadisənin özünün çox böyük siyasi mənası var, çox böyük əhəmiyyəti var. Trump sülh üzrə Nobel mükafatına böyük ehtimalla aday olacaq və hətta bu mükafatı qazanmaq şansı da böyükdür və Trump təvazökarlıq göstərərək bu mükafat üçün çalışmadığını bildirmişdir və bunun özü də çox mühüm keyfiyyətlər və göstəricilər hesab oluna bilər. Bizim üçün önəmli olan
regionumuzda sabitliyin, sülhün, iqtisadi əməkdaşlığın əldə olunmasıdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Vaşinqtonda milli maraqlarımız çərçivəsində böyük uğur əldə olundu. Bu, həqiqətən də Azərbaycanın sülh istiqamətində həyata keçirdiyi fəaliyyətin təntənəsidir. Beləliklə, regionda Azərbaycanın yaratdığı yeni status beynəlxalq səviyyədə təsdiqləndi və ABŞ daxil olmaqla dünya ictimaiyyəti bu reallığı qəbul etdi. Bu sənədlər və nəticələr anti-Azərbaycan dairələrinin tam iflası deməkdir. Fransa prezidenti Macron kimi siyasətçilər, Avropa Parlamenti və Qərb mediası bir daha Azərbaycana qarşı mübarizədə məğlub oldular. Müharibədə qalib gələn Ali Baş Komandan sülhü də qazandı. Bu yalnız diplomatik uğur deyil, həm də gələcək nəsillərə sabit, təhlükəsiz və inkişaf edən bir region mirasıdır. Fərid Yusifov, APA TV.